Açıq. Qabağıma bax da. Qabağıma baxıram, mən normal yeşivi yerdə. Hardan baxırsan sən? Qabağıma baxıram da mən görsən gedirəm də yolda. Görmürsən çiyin atırsan deyirsən qabağıma. Çiyin atmıram, mən qol və innətmirsən belə yer-yerlə gəlirsən. Əlini sağ qardaş başa. Tək görmüsən. Sən böyük qardaşlarımı çağırım gəlsinlər. Çağırsan çağır. Sən deyirəm. Deyirəm istəyirsən böyük qardaşlarımı çağırım, onlarla söhbət elə. Aziz gözündə görsən məni. Kimsən çağır? Deyirəm aziz gözündə görsən məni. Niye ilişirsən ona? Abi çiyin atır görmürsən nə çiyin Sen batır. attın, o attı. O attı da görmürsən gəlir belə eləyir. Elə bir ki belə də olmalıdır. Qol və nə deyib gəzirsən belə belə. Dedim axı əlini sağ aşağı, tonu aşağı Sənin salma qardaşım deyirəm. Qanım qaradır. Kanım qaradır, onu döyməlisən. Hörmətsizlik eləmə, onu niyə döyürəm ki, mənim balaca qardaşımdır. Sen neçə yaşın var ki? Neçə yaşın var ki? 37. Sen kariyer onu bitirmişsən çoxdan. Əlbəttə. Öyle hörmətsizlik eləmə, yaxşı? Hörmətsizlik eləmirəm. Yaxşı, heç kimə çiyin atma. İndi biri ağıllı olar, biri dəli olar. Sən çiyin atırsan, amma mənə deyirsən ki, belə də olmalıdır. Prosta sən Adam heç söhbəti vaxt başqa özündən böyüyə, yaparsan. adam heç vaxt özündən böyüyə çiyin atanda heç vaxt deməz ki, ya belə də olmalıdır. Sən də nə var başa salmarsan ki, qardaş, kimisə məsələn gedən. Mənim qonşumdur. Prosta mənə pislərsə ki, sən gəlsən üstünə ona qorursan. Amma sən gəlmə, mən çiyin atır, mən deyir ki, belə də olmalıdır. Elə yox, sən gəl deyirəm, balaca qardaş kimi sən başa salla. Yəni kimisə çiyin atanda heç vaxt cavab qaytarma. Tanıyırsan məni? İndi tanı. Çox gözəl idi. Bu da qardaşımızdır bizim. Allahdan sağ eləsin.